Hər kəs Mikayıl Müşfiqi sevir. Azərbaycan Mikayıl Müşfiqi sevir və şeirlərini əzbər bilir. Yenə o bağ olaydı, yenə yığışaraq siz o bağa köçərdiniz. Amma bir şeiri də var ki, bayaqki şeirin davamı olaraq deyim. Cahan ki solmayan bir bağça bağdır, burada rəva mıdır gülmədən ölmək? Yazıq o şəxsə ki, qara qabaqdır, nə qədər yaraşır insana gülmək. Mən çox vaxt qabaq olmuşam. Cavan vaxtında. Olsun Şəfiqə xanım, qara qabaq olmaq olar. Təki üzdə saxta gülüş olmasın. Bax, əsas məsələ odur. Bugün biz nəyə gülürük? Bugün bizi nə ilə güldürməyə çalışırlar? Bax, o saxta gülüş, saxta ifadələr, bəzən söyüşə də gülə bilirik. Niyə? Nədir bunun səbəbi? Bizim Arif Quliyevin, gözəl sənətkarımızın gülüş növləri var idi. Hatırlayırsınız. Doğrudur, doğrudur. Hətta insan yıxılanda da gülürlər. Bir də görürsünüz. Yenə o gülüş indiki gülüşlərdən də yaxşıdır. Amma sonra başımıza gəlir, özümüz də yıxılırıq. Gülən adam özü də yıxılır çox zaman. Doğru. Niyə bugün şit zarafatlara gülürük? Düşündürücü məqamlara gülən azdır. Vallahi o da zamanədən deyil. O insanlardandır. İnsanlar təmiz o vaxtki insanlara bənzəmir, indiki insanlar. Elə bil dəyişib insanlar. Nə dəyişib insanları? Bir-birinə münasibət dəyişib, pul dəyişib, pul hərisliyi dəyişib. Bax, bu insanlar niyə dəyişdi axı? Bir nəslin nümayəndəsi keçmişə dönüb baxırsan tam fərqlidir. Nəsillər dəyişir, baxırsan ki, axı bunun nənəsi bu deyildi. Bunu axı kim dəyişdi?